Hər kəsə salam. Bugünkü test izahım TQDK-nın 5-ci sinif ingilis dilindən Where is home? Bu bölmənin A variantının test izahını verəcəm və bildiyimiz kimi birinci hissədə həmişə dinləmə olur. Dinləməni hər dərs təkrar deyirəm. Səhvsiz işləmək istəyiriksə əvvəlcə oxuyub tərcümə etməliyik. Daha sonra isə dinləmə hissəsinə qulaq asmalıyıq ki, səhvsiz olsun. Tapşırıq 1-dən başlayıram. Birinci tapşırıqda deyir ki, insanlar parkda necə istirahət edirlər və dinləmədə deyir ki, onlar ev heyvanları bəsləyirlər, fidyəni yemləyirlər, şəkillər çəkirlər və kitab oxuyurlar. Birinci cavab olur A variantı. İkinci, at the weekend, həftə sonunda cavab olur 1-3. Mənim anam bizi parka götürür, biz ağaçların və güllərin ətrafında gəzirik. Digərləri də o düzgün cavabdır. Ola bilər, yəni sadəcə biz dinləmədə nə deyirsə onları seçməliyik. Dinləmədə isə 1 və 3-ü dediyi üçün biz 1 və 3-ü seçirik. Yəni uşaqların bəziləri olur deyir ki, ay müəllim 2-də 4-də səhv nədir ki? Səhv yoxdur. Sadəcə dinləmədə nəyi deyirsə biz həmən variantları işarələyik və dinləmədə də iminli 1 və 3-ü dediyi üçün cavab olur D variantı. Üçüncü, mətn nə haqqındadır? Mətn bizim evimizin yaxınlığında olan bir parkdan bəhs edir. O haqdadır. 3 olur C variantı. Dördüncüdə biz doğru və ya yanlış fikir seçməliyik. Birinci, həftə sonları parkda çox adam görə bilərsən. True, düzdür. A variantı. 4-2, adamlar parka gedirlər yalnız kitab oxumaq üçün. Əgər only sözü olmasa, düz ola bilərdi. Amma burada deyir yalnız kitab oxumaq üçün. Bu yanlış cavabdır. Çünki insanlar parka yalnız kitab oxumaq üçün getmirlər. False. Deməli, parkda şəkil çəkmək maraqlıdır. True. A. 4-4-də deyir ki, mənim anam aparmır bizi həftə sonu parka. Yanlış. Çünki anası bunu həftə sonu parka aparır. Ona görə cavablar belə olur. 1A, 2D, 3C, 4-1A, 4-2B, 4-3A, 4-4B. 5-ci testdən davam edirəm. Əziz Elena, mən valideynlərimlə və qardaşımla birlikdə deməli Londonun şimalında olan bir evdə yaşayıram. Hansı ki o evdə 5 dənə yataq otağı var. Belə deyək, mən valideynlərimlə və qardaşımla birlikdə Londonun şimal hissəsində yerləşən 5 yataq otağı olan bir evdə yaşayıram. O yaxşı bir evdir və geniş mətbəxi var. Geniş mətbəxli, yaxşı bir evdir. Hər gün mənim anam bişirir dadlı yeməklər mətbəxdə və biz ailə yeməyi üçün bir yerə gəlirik. Yəni bir yerdə ailə yeməyi edirik. It is nice to have deməli, rahat evinin olmağı yaxşıdır. Yəni rahat evimizin olmağı yaxşı bir hissdir, belə deyək. Qayğına qal, Angela. Deməli, Y variantı. Angela deyir onun dostuna öz evi haqqında. Cavab olur Y variantı. 6. Mən Hollandiyada nənə və babalarımla birlikdə yaşayıram. Mən müasir bir evdə yaşayıram. Öz otağımı təhsil almaq üçün deməli, mən otağımı təhsil almaq üçün və yataq otağı kimi istifadə edirəm. Mənim orada çox mebelim yoxdur. Yataq vardır və bir dənə parta vardır onun içində. Mənim otağımda içi kitablarla dolu olan, yəni kitablar olan rəf vardır. Ora dincəlmək üçün və işləmək üçün yaxşı bir yerdir. Hörmətlə, qayğılarla, Oleg. Deməli, cavab olur D variantı. Oleg describe, təsvir edir öz otağını Jack'ə. 7. It is interesting to know. Deməli, maraqlıdır bilmək o heyvanlar haqqında ki, yaşamağa evləri olan, yəni yaşamaq üçün öz evləri olan heyvanlar haqqında bilmək maraqlıdır. Vəhşi heyvanlar meşələrdə yaşayırlar. Suda yaşayan heyvanlar isə dənizlərdə, okeanlarda və çaylarda yaşayırlar. Quşlar isə yuvalar tikirlər içində yaşamaq üçün. Meymunlar isə ağaclarda yaşayırlar. Bəzi heyvanlar isə mağaralarda yaşayırlar. Cage sözü mağara. Deməli, yaxşıdır yaşamaq üçün bir yerinin olması. Sevgilərlə Peter. Peter deyir Lauraya heyvanların evləri haqqında. Çünki Lauraya mesaj yazır. 7-ci cavab olur B. Deməli, 5Y, 6D, 7B.
Növbəti hissəyə baxıram. Burada bizə bir mətn verilib. Bu mətn oxuyub tərcümə olunmalıdır. Nəyə görə tərcümə eləmirəm? Mən bu mətni bir-bir oxuyub tərcümə eləsəm, uşaqlar ana dilində bir tapşırıq işləmiş kimi bir şey olur. Ona görə də translate-dən istifadə edib oxuyub tərcümə edə bilərlər. 8-ciyə baxıram. Doğru fikri istəyir bizdən. Deməli, doğru fikir burada olur. 2 və 3. Jane yaşayır paytaxt şəhərlərdən birində və Jane ağaclarda olan məktub qoymaq üçün olan qutuları xoşlamır. Cavab olur 2, 3 A variantı. 9-a deyir mətn nə haqqındadır? Mətn one of the interesting customs haqqındadır. Cavab olur D variantı. Mətndə də onun haqqında danışır zaten. 10-cu, why does Jane thanks her father? Nəyə görə Jane təşəkkür edir onun atasına? Cavab olur C variantı. Çünki o hər şeyi ona izah edir. Yəni atası ona hər şeyi izah etdiyi üçün atasına həmişə təşəkkür edir. 10 oldu C variantı. 11. Almanlar tikirlər quşların evlərini, yəni quş yuvalarını. Çünki quş yuvaları qəşəng görünür. 1 və onlar ətrafa heç nə buraxmırlar. Yəni ətrafa heç nə bir zibillik ata bilmirlər də quşlar. Yəni ona görə. Cavab olur 1, 3, B variantı. 12-də deyir ki, yanlış fikir istəyir bizdən. Jane'in ailəsi yaşayır kənddə. Amma burada deyir ki, Jane'in ailəsi Berlində yaşayır. Ona görə 1 səhvdir və bizdən səhvi istədiyi üçün bir-biri seçirik. 2, həyətdə ağaclar yoxdur. Burada isə əksinə deyir ki, həyətdə ağaclar var. Ona görə cavab olur 1, 2, yanlış cavab. 13-dən davam edirəm. 13-də düzgün sual cümləsini bizdən istəyir. What nə? Sənə sual verirsə, yəni sən zalda, living room, yəni zalda, qonaq otağında. Sən qonaq otağında nə edirsən? Do etmək. Feildir. Feilə sual verərkən biz dudan və dazdan istifadə etməliyik. B variantı çıxdı, D variantı çıxdı, çünki burada do-nu verməyib. What do you do in the living room? Cavab olur Y variantı. D variantında burada do-nu yazmalıydı, yazmayıb. C variantına what do you do burada olmalı deyil. What do you do ilə olmalıdır, getdi. B variantında what do-nun birini yazmayıb, getdi. A variantında what do you burada da do-nun birini yazmayıb, cümlənin axırına atıb ola bilməz. What do you do in the living room? Sən qonaq otağında nə edirsən? 13 olur Y. 14. Vardır çoxlu yaşıl parklar bizim şəhərimizdə. Parks. They are vardır çoxlu yaşıl parklar şəhərimizdə. 15. Zemən, kişilər. Bildiyimiz kimi mən, bir kişi, men, kişilər. Kişilər cəm olduğu üçün kim? Onlar. 15-in cavabı olur B variantı. 16. Mənim babamın qəzeti var əlində. Yəni babamın öz əlində qəzeti var. Baba kişi cinsi olduğu üçün his hand onun əlində, yəni özünün əlində. 16 olur A. 17. Mənim qardaşım çox ağıllıdır. O sənə kömək edə bilər. Birincisi, modaldan sonra tu gəlməz. Modaldan sonra tu gəlməz. 2 variant getdi. Mənim qardaşım çox ağıllıdır. O sənə kömək edə bilər, yoxsa edə bilməz? Təbii ki, ağıllıdırsa sənə kömək edə bilər. Ona görə cavab olur 17-dir. 17-dir. Ümumiyyətlə, Y variantı da səhvdir. Nəyə görə? Çünki kəndən sonra feil hansısa bir şəkilçi qəbul edə bilmir. Feil olduğu kimi qalır. Can't help olmalıydı. Onda da məntiqi düz gəlmir ki, qardaşım çox ağıllıdır. Sənə kömək edə bilməz. Ağıllı adam kömək edə bilir axı. 18-ə baxıram. Mənim qardaşımın velosipedi yenidir. Altından xətt çəkilmiş sözün sinonimi tap. Bike, velosiped. Bicycle, velosiped. Y variantı. 19. Mən sevirəm dondurma yeməyi. Bu testlər çox düşür. İzahlarını vermişəm. Əvvəlki YouTube kanalımda, videolarda da vermişəm, təkrar verirəm. İki feilin arasında ya to işlənməlidir, ya da ikinci feil ingləşməlidir. Ya belə olmalıdır. I love to eat ice cream. İki feilin arasında to işlənməlidir. Ya da birinci feil olduğu kimi qalmalıdır. İkinci feil ingləşdirilməlidir, yəni isimləşdirilməlidir. Çünki to olmasa belə olur. Mən sevmək, yemək. İnqə artırmayanda da belə olur. Mən sevmək, yemək. Ya belə olmalıdır. Mən yeməyi sevməliyəm, yəni to makmək. Ya da ikinci tərəfdəki feil isimləşdirilir. Yeməyi sevməliyəm. Ona görə 19-da cavab olur Y variantı. 20.
Bu tipli tapşırıqda izah etmişəm, təkrar deyirəm. Bir cümlədə but varsa, amma, ancaq, lakin. Bir tərəf həmişə təsdiq, inkar və yaxud da bura inkar, bura təsdiq olmalıdır. D variantı cannot, cannot, ikisi də inkar getdi. B variantı can, ikisi təsdiq getdi. Modaldan sonra heç vaxt to gəlməz, getdi. Modaldan sonra heç vaxt to gəlməz, getdi. Bircə variant qalır. Stephen danışa bilir İngilis müəllimi ilə, amma mən danışa bilmirəm. 20 cavab olur A variantı. 13Y, 14D, 15B, 16A, 17D, 18Y, 19Y, 20A. 21-dən davam edirəm. Do you enjoy? Sən ləzzət alırsan kompüter oyunları oynamaqdan. Aha. Bayaqki test izahı ilə, bu test izahı ilə eynidir. Bir cümlədə iki feil yanaşı gəlirsə, yəni enjoy, ləzzət almaq, play, oynamaq. İki feil yanaşı gəlib, ya arasında to işlənməlidir, ya da enjoy olduğu kimi qalır, play sözünə ing artırmalıyıq. Burada da bir dənə C variantı uyğun gəlir. Do you enjoy playing computer games? Sən kompüter oyunları oynamaqdan ləzzət alırsan? 21-ci cavab olur C. 22. Paul və mən muzeyə gedirik. Kim? Biz. Biz muzeyə gedirik. 22A. 23. Are you a pupil? Sən şagirdsən? Yes, I am. Bəli, eləyəm. How old are you? Sənin neçə yaşın var? I am 10. 10 yaşındayam. Who is she? O kimdir? She is my sister. O mənim bacımdır. 1C, 2A, 3B. D variantı. 24. They are pupils. Onlar şagirdlərdilər. Onların məktəbi muzeyə yaxındır. Onların məktəbi. İsim gəlibsə, biz yəlik əvəzliyinin aslı formasından istifadə etməliyik. A və bizim məktəbimiz muzeyə yaxındır, amma burada onlardan danışırsa, biz bu üzdə də onların seçməliyik. 24 olur B. 25-də antonimləri soruşur. Modern, müasir, old, köhnə, qoca, qədim. Bəli, bir doğrudur. Yəni antonimdir. Small, balaca, big, böyük. Bəli. Morning, səhər, evening, axşam. Bəli. 1, 3, 5. Study, təhsil almaq, learn, öyrənmək. Xeyr, sinonim deyirlər. New, yeni, fresh, Türklər demişkən tazə, təravətli, yəni yeni. Bu da səhvdir, sinonimdir. Burada bizə antonim soruşur. 1, 3, 5. 26-da isə bir mətn verib və bu biz mətnə aid bir hekayə qurmalıyıq. İstədiyimiz şəkildə hekayə qura bilərik. Mən öz yazdığım hekayəni oxuyuram. Hi, my name is Sam. This is my brother Eli. We live near to the forest. We go there for a walk. We have a dog. His name is Koba. He is a brown and white. Koba goes for a walk with us. Salam, mənim adım Səmdir. Bu, mənim qardaşım Əlidir. Biz meşənin yaxınlığında yaşayırıq. Biz ora yürüyüş üçün gedirik. Bizim bir itimiz var. Onun adı Kobadır. O, qəhvəyi və ağdır. Koba da bizimlə gəzməyə gedir. Mən bu şəkildə qurmuşam. Şagirdlərim nə cür istəsə o şəkildə qura bilərlər. Əgər sualınız olsa, hansısa bir hissəni başa düşməsəz, testinizin yanına qırmızı ruçka ilə işarə qoyun qırmızı qələmlə və təkrar məndən yazıb soruşa bilərsiniz. Bugünkü test izahımız bu qədər. Sağ olun, hələlik. Hər kəsə salam dostlar. Deyim İngilis dili 5-ci sinif İngilis dili testindən səhifə 38-də Where is home-un B variantını izah edirəm. A variantını kanalımda tək paylaşmışam. B variantını tək paylaşacağım. Daha sonra isə bitişdirib A və B variantlarını birlikdə paylaşacağım ki, sizin üçün necə rahatdırsa o şəkildə testlərinizi yoxlaya biləsiniz. Birinci dinləmədən başlayırıq. Why does Sandra like their house? Sandra öz evlərini nəyə görə xoşlayır? Cavab olacaq C variantı. Because the house is comfortable and it has a garden. Çünki ev rahatdır və evin həyəti var. 2-yə baxıram. It is good, yaxşıdır. To watch TV with parents, valideynlərlə televizora baxmaq. Enjoy the fresh air in the garden. Bağda olan təmiz havadan ləzzət almaq. 2 və 3 nəyə görə səhvdir? 2-də deyir ki, kitabları stolun üstündə saxlamaq. 3-də deyir ki, balaca kuxnanın olması, mətbəxin olması. Hər ikisi yaxşı deyil. Ona görə cavab olacaq 1, 4. 3-cüyə baxıram.
Mətndə əsas fikir nədir? Başlıca fikir nədir? Sandranın rahat evi. Yəni 3 olacaq D. 4-cüyə baxıram. It is good to have your own house to live in. Yaşamaq üçün özünün şəxsi evinin olmağı yaxşıdır. Bəli, 4-1A. 4-2. Sandranın evinin yaxınlığında məktəb yoxdur. Bu yanlışdır. Ona görə 4-2 olacaq B. Çünki məktəb Sandranın evinin yaxınlığındadır. 4-2-də isə deyir yaxınlığında deyil. 4-3-ə baxıram. The family has a garden in front of the house. Ailənin bağı var evin qarşısında. Bəli, 4-3A. 4-4-ə baxıram. Mətbəxdə pəncərə yoxdur. Bu isə yanlışdır. 4-4 olacaq B. Yəni 1C, 2D, 3D, 4-1A, 4-2B, 4-3A, 4-4B. 5-dən davam edirəm. Balaca mətnlərdə oxuyub tərcümə edirik və düzgün cavabı tapırıq. Əziz Jessica, mən Wallace-da öz təhsilimə davam edirəm. Mənim otaq yoldaşım Çindəndir. Mən onu yaxşı başa düşürəm. Biz otağımızda hər şeyi bölüşürük. Dwayne mənə dərslərimdə kömək edir. O həmçinin mənə Çin dilini öyrədir. Sevgilərlə Ən. Deməli, Ən Jessica-ya deyir onun yeni dostu haqqında. 5-də cavab olacaq Y. 6-ya baxıram. Əziz Tom, mənim yeni məktəbim genişdir və rahatdır. Çoxlu sinif otaqları, bir dənə kitabxana, bir dənə yemək zalı var bizim məktəbimizdə. Bizim sinifimizdə 3 geniş pəncərə var. Bizim otağımızda bir dənə kitab şkafımız var. Mən yeni məktəbimi və dostlarımı sevirəm. Özünə müğayət ol, yəni sevgilərlə Judy. Judy Toma deyir öz yeni məktəbi haqqında. 6-da cavab olacaq A. 7-yə baxıram. Əziz Jack, məktubun üçün çox sağ ol. Sən nənə babalarınla kənddə yaşayırsan. Sənin valideynlərinin evi çayın yaxınlığındadır. Nənə babalarınla yayda yaşamaq yaxşıdır. Mən fikirləşirəm ki, sən orada yaxşı vaxt keçirirsən. Mən sənin üçün xoşbəxtəm. Yəni bütün arzularımla, xoş arzularla alırsan. Deməli, alırsan, təşəkkür edir Jackə məktubu üçün. Ona daha öncə məktub yazır, öz ailəsindən, öz nənə babasından, yay tətilindən danışır. Bu da ona təşəkkür edir. Ona görə 7-də cavab olacaq B. 8-ci testdən davam edirəm. Mətni oxuyub tərcümə edirik və cavabları tapırıq. Mən seçmişəm 8-də cavabı C variantı. Every child, hər uşaq istəyir ki, özünün şəxsi evi olsun, bəli. Freda'nın atası futbola baxmağı xoşlayır, bəli. Cavab olacaq 1-4. Mətn nə haqqındadır? Mətn ən xoşbəxt ailələrdən biri haqqındadır. 9-da cavab olacaq D. 10-cuya baxıram. Sən nə bilirsən Freda'nın anası haqqında? 10-cuda deyir ki, o sevimli bir qadındır. Ona görə onda cavab olacaq B. 11-ə baxıram. Freda'nın qardaşı 11 yaşındadır və məktəbli oğlandır. Cavab olacaq 1 və 3. 12-yə baxıram. Yanlış fikirləri seçin. Mən seçmişəm 3 və 4-ü. Deməli, 3-də nəyə görə yanlışdır? Deyir ki, kənddə olan evin həyəti yoxdur, əksinə həyəti var. 4-də, 3-cüdə, yəni deyir. 4-cüdə isə deyir ki, Freda'nın ailəsi yataq otağında çayı xoşlayırlar, yəni çay içməyə xoşlayırlar. Bu da yanlışdır. Ona görə 12-də cavab yanlışlar olacaq. 3 və 4. 13-cü testdən davam edirəm. Susan danışır öz dostları ilə. Susan qadın olduğu üçün biz seçəcəyik her friend. Susan danışır öz dostları ilə. Susan qızdır, ona görə her. 14-də baxıram. I want to give my book to Helen. Mən istəyirəm kitablarımı Helenə verim. Onun ehtiyacı var ona. Kimin? Yəni Helen'in. Helen nədir? She. She needs it. Onun ona ehtiyacı var, yəni kitaba. 15-ə baxıram. Evinizin yaxınlığında muzey var. Muzey sözü təkdədir. A museum. Bir dənə muzey. Muzey təkdədirsə biz is seçməliyik. There is vardır deməkdir. Sual cümlədə də is əvvələ keçib is deyə sual verir. Evinizin yaxınlığında muzey var. Ona görə 15-də düzgün cavab oldu A. 16-ya baxıram. Vardır çoxlu. Əgər ar veribsə 16-da, deməli biz cəm isim seçməliyik. A, B, D və Y variantlarında tək isimlər verib. Xəbəri ar veribsə biz cəm isim axtarmalıyıq. Manydən sonra cəm isim gəlməlidir.
16-da cəm isim olan bircə dənə cavab olur C variantı. 17-ci testdən davam edirəm. The boy, oğlan. Oğlan yuyur maşını həyətdə. Davam edici zamanla bağlı bir zaman zərfi verməyib, ona görə biz C variantını seçə bilmərik. Əgər desəydik ki, hal-hazırda yuyur, indi yuyur, onda cavabı seçərdik. The boy is washing in the car. Özü is washing olardı. C variantında are washing yazıb. Bu cümlə adi sadə cümlədir, sadə indiki zamandır. Oğlan həyətdə maşınını yuyur, yəni normalına vaxt duraq istəsə yuyur. Ona görə belə olur. The boy washes the car in the yard. B variantında əgər is washing olsa düzgün cavab kimi seçə bilərdik. Amma elə bir cavab yoxdur. Bircə dənə indiki sadə zaman feillər 3-cü şəxsdə hidə, şidə, itdə s qəbul edir. Ona görə 17-də cavab olacaq Y variantı. 18-ə baxıram, düzgün cümləni seçin. Vardır çoxlu uşaqlar parkda. Sual verəndə də arı qabağa keçirib. Are there many children in the park? Bu cümlələri səhvsiz eləmək istəyiriksə bu tipli testləri, yəni 18 testləri səhvsiz etmək istəyiriksə, biz əvvəlcə təsdiq cümlə qurmalıyıq. They are, vardır, many children, çoxlu uşaqlar, in the park, parkda. Sual verəndə də are əvvələ keçmişik. Are there many children in the park? Parkda çoxlu uşaqlar var. Ona görə 18-də cavab oldu hansı variant? D variantı. 19-a baxıram. 19 tipli testlər kitabın yarısından çoxunda var. Deməli, Sandra aparır itini parka, amma Andrew bir cümlədə but varsa, baxın but, B-U-T, but, amma, ancaq, lakin deməkdir. Bir cümlədə but varsa, bir tərəf təsdiq, digər tərəf isə inkar seçməliyik. Yəni bir tərəf pozitiv, bir tərəf isə negativ cümlə olmalıdır. Kəndən sonra, kən modal feildir, özündən sonra to gəlməz. A variantında kəndən sonra to gətirib çıxdıq. Y variantında kəndən sonra to gətirib çıxdıq. C variantında kəndən sonra to gətirib çıxdıq. B və D variantları arasında qalırıq. Bir cümlədə but varsa, bir tərəf təsdiq, bir tərəf inkar olur. Ona görə də cavabı seçirəm B variantı. Sandra itini parka aparır, amma Andrey apara bilmir. Ona görə 19-da cavab olacaq B. 20-ci testə baxıram. She likes my friends and me. O, mənim dostlarımı və məni xoşlayır. O xoşlayır kimi? Deyirəm ki, Sara məni və dostlarımı xoşlayır. Sara xoşlayır bizi. Deməli, bizi, bizə cavabı nə olacaq 20-də? A variantı. 21-ə baxıram. Is writing veribsə, deməli, biz seçə bilərik. He, she, it. Çünki feillər hidə, şidə, itdə davam edici zamanda is writing olur. Yəni, B və C variantlarını silirik. Bəs hansıdır? Deyir, o yazır məktub atasına. His fazə, onun atasına. His kişi cinsidir. Ona görə biz burada da kişi cinsi seçməliyik. He is writing a letter to his father. O atasına məktub yazır. 21-də cavab oldu D variantı. 22-ci testdən davam edirəm. Cümlə qurmaqdır. Biz cümlə qururuq. Deməli, mən cümləni belə qurmuşam. Can you give them presents? Sən onlara hədiyyələr verə bilərsən. Bu cümlə təsdiq cümlə olsa belə olacaqdı. You can give them presents. Sən onlara hədiyyələr verə bilərsən. Amma təsdiq cümlə variantların içərisində olmadığı üçün mən sual cümlə seçmişəm və sualı kəndən başlatmışam. 23-cü testdən davam edirəm. Altından xətt çəkilmiş sözə sual veririk. I give the book to my friend. Mən verdim kitabı dostuma. Dostuma, kimə, ona. Əgər kişidirsə him, qadındısa hör. Onu, ona sözü kişi cinsində him, qadın cinsində hör. Cavablarda hör yoxdur. Ona görə də biz seçirik him. 23-də cavab B. 24-də baxıram. F sözü 3 mənası var. Qeyd etmişəm kitabda da. Həm sarışın deməkdir, həm yarımarka deməkdir, həm də ədalətli deməkdir. Burada cavabı seçəcəyik. Fair hair, yəni sarışın saç. Green eyes, yaşıl göz və pen pal, qələm dostu. Yəni 24-də cavab olacaq A. 25-ə baxıram, antonim cütlərini seçirik. Ask soruşmaq, ask soruşmaq, answer cavab vermək, bəli. 2 cold soyuq, hot isti, bəli, antonimdir. 3 pen pal, qələm dostu, pen friend, qələm dostu, sinonimdir. 4 apartment, flat, mənzil deməkdir, sinonimdir. 5 desk, parta, table. Bunlar da sinonim sayıla bilər. Çünki hər ikisi stoldan, desk, partadan söhbət gedir. Ona görə də burada antonim cüt olacaq 1, 2. Daha sonra mətn qurmaqdır.
Hello, salam. My name is Aydın. Mənim adım Aydındır. She is my sister. O mənim bacımdır. She is my sister Günay. O mənim bacım Günaydır. We like birds. Biz quşları xoşlayırıq. Birds sing songs. Quşlar mahnı oxuyurlar. We build birdhouse every month. Biz hər ay quş evi tikirik. Yəni quşlar üçün ev tikirik. Birds needs house to live. Quşların ehtiyacı var evə yaşamaq üçün. Needs a house olmalıdır ya da need houses olmalıdır. Quşların yaşamaq üçün evə ehtiyacları var. Siz bu cümləni daha geniş yaza bilərsiniz. Yaza bilərsiniz ki, məsələn quşların növünü yaza bilərsiniz ki, sərçədimi, qarğadımı və yaxud da ki, uşaqların koftalarının rəngini danışa bilərsiniz və yaxud da ki, uşaqların yaşını yazıb cümlələri daha da geniş yaza bilərsiniz. Bugünkü video izahım bu qədər. Sağ olun, hələlik.